Deməli, dostlar, belə bir şey deyim. Lənkərana gələsən, Araz bəyi görməyəsən, bu mümkün deyil. Mən Araz bəyi izləmişdim, digər sənətçi dostlarımızın səhifəsində görmüşdüm. Hamı gəlir Araz bəyin yanına, Araz bəy çaylar verir. Və burada Araz bəy mənə bir dənə gözəl çay verdi, dəmlərlər verdilər. Araz bəy demiş ki, o krallar, İngiltərə kralına, və bu çay verilir. Baxın, qablaşdırılması həqiqətən çox gözəldir. Adamı inanmağa gəlmiş ki, bu Azərbaycanda qablaşdırılır. Baxın, bu da bizim şehir çayımızdır. Və dostlar, bu çay isə Araz bəy deyir ki, İngiltərə kralı üçün hazırlanıb, Azərbaycanın, yəni Avropada tanınır. Yəni böyük bir, bu Azərbaycan üçün nə qədər böyük uğurdur. Həqiqətən də Araz bəy halal olsun da, yəni bu nədir bə? Nil çayı, klasik ara çay. Bu da Sultan çayımızdır. Görürsünüz, Azərbaycanın, necə deyirlər, Azərbaycanın sərvətləri o qədər böyükdür ki, yəni onların gəlirini bilmək lazım. Ne yaxşı ki, biz Azərbaycanlıyıq ayağımızda. Çox teşekkür edirəm. Çox sağ olun, var olun. Bunlar da mənim hədiyələrim, Bakı aparacaq. Bu, ordumuzun şərəfinə hazırlanmış Qarabağ xalqalarının ornamentləridir və bu da işğaldan azad olunmuş torpaqların adlarıdır. Hər bir şəhərin adına Şuşadır, Xocalıdır, Kəlbəcərdir, Xankəndidir, Ağdam, hamısının adına. Var ol. İçində ayrı-ayrı. İçində belə bir bukleti var. Azərbaycan və İngilis dilində. Ay cəmaət. Baxın. Var ol Araz bəy, mən də indi görüm sənə bir dənə yaxşı təqdim. Mən də o geyimin sənətlərində.